John Everett Millaisin məşhur Ofelia əsəri niyə Ofelia'nın orijinal hekayəsi kimi bədbəxtliklə nəticələndi? Əsərlərinə perfeksionist yanaşan rəssam və modelinin ölümü ilə nəticələnən o əsər. Ofelia'nın taleyi haqqında danışmışdıq. Elizabeth Siddal palaq mağazasında işləyən zaman kəşf edilib və dövrünün məşhur rəssamlarına ilham olmuşdur. Siddal sadəcə model deyil, həm rəssam, həm də şair idi. Siddalın həyatı və Ofelia tablosundakı rolu qadınların Viktoriya dövrü incəsənətində həm ilham mənbəyi, həm də yaradıcı subyekt idi. Əsərlərinə son dərəcə diqqətlə yanaşan Millais bu əsəri iki hissədən ibarət işləyib. Əvvəlcə landşaft, sonra model. Landşaft hissəsini yay və payız aylarında çayın sahilində və açıq havada çəkmiş. Millais burada gündə 11 saata qədər, həftədə 6 gün işləyərək təbiətin hər detalını, bitkiləri, suyun axınını dəqiqliklə təsvir etmişdir. Daha sonra Ofelia obrazı üçün Siddal tam geyimdə, içi su dolu vannada saatlarla hərəkətsiz qalmalı olmuşdu. Siddala soyuq olmasın deyə vannanın altına yağ lampaları qoyulmuşdu. Lakin bir dəfə lampalar sönmür. Millais isə işinə o qədər fokuslanmışdı ki, Siddalın soyuqdan əziyyət çəkdiyini hiss etməmişdi. Nəticədə Siddal ağır soyuq dəyimi olmuş, atası isə Millaisdən həkim xərclərini ödəməyi tələb etmişdi. Bu hadisə Siddalın həyatında uzunmüddətli problemlərin başlanğıcı olmuş və onun həyatının faciəvi sonluğuna təsir etmişdir. Budur Ofelia'nın Siddalın həyatındakı təsiri. Öz fikirlərinizi rəylərdə bildirməyi unutmayın. Hələlik.